Gəlin belə bir suala baxaq. Deyək ki, tənlər sistemindən x plus y plus z cəmini tapın. İlk növbədə mən bu sistemi tərəf-tərəfə toplayaram birinci. Tərəf-tərəfə toplayaram. Toplayanda nə olacaq? Olacaq kvadrat kök altında x plus y üstəgəl kvadrat kök altında x plus z plus kvadrat kök altında x plus y üstəgəl y plus z plus kökün altında x plus z plus kökün altında y plus z. Nə elədi? Elədi. Deməli 17, 7, 24. Bax belə. Hə. İndi burada fikir ver. X plus y-dən 2 dənə, x plus z-dən 2 dənə, y plus z-dən 2 dənə. Deməli bunların hərəsindən 2 dənə olur. 2 vurulsun kök altında x plus y üstəgəl kök altında y plus z üstəgəl kökün altında x plus z bərabər olur 24-ə. Bərabər olur 24-ə. Hər tərəfi 2-yə də bölsəm mən alaram ki, burada nə alaram? X plus y kökün altında üstəgəl y plus z üstəgəlinsin x plus z bərabərdir 12 almış olaram. 12 almış olaram. Aha, indi burada mən nə eləyə bilərəm? Yəni burada fikir vermək lazımdır ki, nəyə fikir vermək lazımdır? İndi bax burada adi bax birinci tənlikdə kök altda x plus y üstəgəl kök altda x plus z 7 verir. Bax burada bunları bir qruplaşdırsam, bax bir dəqiqə. X plus y, x plus z. Bunları bizə 7 verib də. Mən gətirib yazsam ki, yaza bilirəm də. 7 üstəgəl kvadrat kök altında y plus z bərabərdir 12-yə. 12-yə. Buradan nə alaram? Alaram ki, kök altında y plus z bərabərdir nəyə? Bərabərdir 5-ə. Və y plus z də alaram ki, 25. Y plus z bərabər oldu 25-ə. Yazıram y plus z bərabərdir 25. Bax belə. Və sonra ikinci necə baxaram? İkinci belə baxaram ki, bax burada. Y plus z x plus z var. Bax, üçüncü tənliyə bax. Bunun cavabı nədir? Bunun cavabı 8-dir. Və mən burada da y plus z, x plus z. Bura 8 yazsam, nə alacam? Alacam ki, kvadrat kök altda x plus y plus 8 bərabərdir 12-yə. Deməli, buradan da nə olur? X plus y də bərabər olur 16-ya. 16-ya bərabər orada. Aşağı 16. Yazıram ki, x plus y bərabərdir 16-ya. X plus y bərabər oldu 16-ya. Hə, indi görək. Sonra nə eləyə bilərik burada? Sonra başqa yəni necə eləyə bilərik burada? Sonra da bax burada x plus z-i də tapa bilərik. X plus z də tapmaq olar. Necə tapmaq olar? X plus y plus z var. Bax burada ortada olan tənlikdə, yəni ikinci tənlikdə aşağıda mən əvəzləsəm, deməli x plus y plus z. Bax bura. Bu nə elədi? Elədi 9. Gətirib yazaram ki, 9 üstəgəl kök altında x plus z bərabərdir 12-dən. Buradan da x plus z-i tapıram ki, eləyir nə? 9. Gətirib burada yazıram ki, x plus z də bərabərdir 9. Bax belə. Bu oldu bizim yeni sistemimiz. Hə. İndi bunları da tərəf-tərəfə toplayaram. Eləyər nə? Eləyər 2 dənə x plus y plus z bərabər olar 50-yə. Bunları toplayanda deməli 25, 25, 50. X plus y plus z də ki bərabər olar nəyə? 25-ə.
Bizden de x, y, z cəmini istəyirdi. Cavab oldu 25. Yəni ki, C bəndi.